Devalvasiya və inflyasiya anlayışları bir-birinə bənzədiyinə görə insanlar çox vaxt bu iki termini qarışdırırlar. Əslində isə bunlar ikisi fərqli anlayışlardır. Gəlin bunların fərqini başa düşək. Devalvasiya milli valyutanın xarici valyuta qarşısında dəyər itirməsidir. Məsələn, tutalım ki, əvvəllər 1 manat 1 dollara bərabər idisə, indi 1 dollar 1 manat 70 qəpik dəyərindədir. Əslində burada dollar bahalaşmayıb, yəni dolların qiyməti artmayıb. Sadəcə manat dollar qarşısında dəyər itirir. Yəni bizim milli valyutamız xarici valyuta qarşısında dəyər itirir. Bax, buna devalvasiya deyilir. Devalvasiya nəticəsində xaricdən gələn məhsul və xidmətlərin dəyəri artır, bahalaşır. Niyə görə? Çünki məsələn biz əvvəllər 1000 dollara bir məhsul alırdıqsa, bu 1000 manat verdiyimiz mənasına gəlirdi. Çünki 1 dollar 1 manata bərabər idi. İndi isə həmin 1000 dollarlıq məhsulu biz 1700 manata alırıq. Çünki 1 dollar 1 manat 70 qəpikdir. Beləcə xaricdən gələn məhsul bahalaşdı. İnflyasiya isə ölkənin öz daxilində məhsul və ya xidmətlərin qiymətinin həddən artıq artmasıdır. Yəni qiymətlərin şişməsi, artması nəticəsində pulun alıcılıq qabiliyyətinin aşağı düşməsidir. Yəni bunun xarici valyuta ilə birbaşa əlaqəsi yoxdur. Məsələn, tutaq ki, 40 qəpiyə aldığınız çörək artıq 60 qəpikdirsə, bu inflyasiyadır. Yəni ölkə daxilindəki məhsulların qiymətinin həddən artıq artması pulun ölkə daxilindəki məhsullar üçün alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olur.